يا حسين. Bismillahirrahmanirrahim. Məhərrəm ayında toy etmək olar yoxsa yox? Toy dedikdə əgər evlənmək nəzərdə tutulursa, yəni kəvin kəsib iki müsəlmanın evlənməsi nəzərdə tutulursa, təbii ki, buna heç bir maniə yoxdur və buna heç bir haramlıq yoxdur. İstər Məhərrəm ayında, istər digər aylarda müsəlman kəvin kəsib evlənə bilər və müsəlman qayda qanunu ilə bu evlilik mərasimi keçirilə bilər. Burada heç bir problem yoxdur. Amma əgər məqsəd hal-hazırda məsələn bir sevinib toy şənliyi etməkdən gedirsə, onda bu artıq müsəlmanlar tərəfindən qəbul edilmir. Düzdür, Məhərrəm ayında bizim dinimizdə, yəni Qur'an-ı Kərimdə və ya Həzrəti Peyğəmbərin sünnəsində bu ayda şadlanıb, toy edib, sevinməyə bir qadağa eləyən bir hədis ya kəlam gəlməyib, ya qadağa gəlməyib. Amma bu ayda kədərlənmək Əhl-i-Beytlə birlikdə kədərlənmək kimi qəbul edilib və bu ayda matəm saxlamaq, Həzrəti İmam Hüseyn əleyhissalamın matəmini saxlamaq şəriətə bir ehtiram sayılır, Həzrəti Peyğəmbərə bir ehtiram sayılır. Əslində, müsəlman şəxs öz Peyğəmbərinin ehtiramına onun yasında yas saxlamalıdır. Yəni, burada əslində hansısa bir şənliyin qadağan edilməsi çox belə cılız görünür və artıq görünür. Nə üçün? Çünki bəyəm Peyğəmbər deməlidir ki, mənim yasımda, mənim matəmimdə siz matəm saxlayın. Bunu hər bir müsəlman, özünü Peyğəmbər ümməti hesab edən hər bir şəxs özündə bir borc bilər ki, Həzrəti Peyğəmbərin kədərli günündə kədərlənsin. Onun şad günündə şadlansın, kədərli günündə kədərlənsin. Burada haramlığın olması və ya Peyğəmbər tərəfindən, ya din tərəfindən bu ayda matəm, daha doğrusu sevinç keçirtməyi haram etmək əslində artıq bir işdir. Bizim klassiklərimizdən, yəni qədim alimlərdən ta indiyə qədər öz şeirlərində, öz kəlamlarında həmişə bu ayda onlar Həzrəti Hüseynin matəmini saxlayıblar. Eyni ilə müsəlmanlar həmişə Məhərrəm ayında İmam Hüseyn əleyhissalamın matəmini saxlayıblar. Əslində Hüseynin düşmənləri, Əhl-i-Beytin düşmənləri bu ayda, bu günlərdə seviniblər. Onlar bu günlərdə şadlıq keçiriblər. Aşura ziyarətnaməsində olduğu kimi Mərvan ailəsi, Yezid ailəsi, İmam Hüseyn əleyhissalamın, Əhl-i-Beytin düşmənləri bu ayda seviniblər və şadlıq keçiriblər. Amma Əhl-i-Beyt dostları heç vaxt bu ayda sevinməyiblər, toy-büsat eləməyiblər, çünki böyük ehtiramsızlıqdır. Mərhum Füzuli də deyir ki, Mah-i Məhərrəm oldu, məsərrət haramıdır. Matəm bugün şəriətə ehtiramıdır. Yəni, klassiklərimizə baxanda biz bu matəmdə, bu günlərdə matəm saxlamaq, kədərlənməyi bir şəriətə ehtiram kimi görürük, şəriətə ehtiram kimi təqdim ediblər cəmiyyətə. Ondan əlavə onu da qeyd edeyim ki, yəni, bütün müsəlmanlar Həzrəti İmam Hüseyn əleyhissalamını bu faciəsindən sonra Əhl-i-Beytin xatirinə, Hüseynin xatirinə onun matəmini saxlayıblar. Və bu ənənə olaraq elə ilk günlərdən ta indiyə qədər davam edir. Bunu bizə Əhl-i-Beyt tövsiyə edib. Əhl-i-Beyt hər Məhərrəm gələndə heç vaxt sevinç hiss eləməyiblər, həmişə kədərləniblər. İmam Sadiq əleyhissalam buyurur ki, Məhərrəm ayı gələndə atamı gülən görməzdilər. Həmişə ağlayırdı, gözlərindən yaş gəlirdi. Yəni, Əhl-i-Beyt üzvləri bir-bir müsəlmanlara bunu tövsiyə ediblər ki, Məhərrəm ayında İmam Hüseyn əleyhissalamın ehtiramını saxlayın, onun matəmini saxlayın. Və Məhərrəm ayında, xüsusilə Ərbəində İmam Hüseyn əleyhissalamın 40-ında onu ziyarət eləyin. Bu, Əhl-i-Beytdən bizə gəlib çatmış mədəniyyətdir, ənənədir.
Səfər ayına gəldikdə isə, bəli, səfər ayında da görürük ki, elə bu matəmin davamı olaraq İmam Hüseyn əleyhissalamın əhlə-yalının, onun əhl-i beytinin, xanım Zeynəbin, İmam Səccəd əleyhissalamın matəm günləridir əslində. Onların əsir olaraq şəhər-bə-şəhər gəzdirildiyi günlərdir. Küfə şəhərinə, oradan da Suriyaya, Şam şəhərinə aparıldı əsir olaraq, zəncirlənmiş halda onları şəhər-bə-şəhər gəzdiriblər, zülm eləyiblər. Onlar matəm içində idilər, onlar zülm altında idilər. Ona görə müsəlmanlar heç vaxt onların bu günlərində sevinə bilmir. Ondan əlavə, bu gündə bu ayda İmam Hüseyn əleyhissalamın 40-40 günü də səfər ayına təsadüf eləyir. Bu özü də böyük bir mərasimdir və Əhl-i Beyt əleyhissalam tərəfindən bu mərasimin keçirilməsi tövsiyə edilib və onların hədislərində Ərbəin ziyarətinə getmək möminliyin əlaməti kimi qələmə verilib və tanıtdırılıb insanlara. 40-dan əlavə, İmam Hüseyn əleyhissalamın 40-dan əlavə bu ayda həm də çox ağır faciələr baş verib. Həzrəti Peyğəmbərin dünyadan köçməsi bu aya təsadüf eləyir. İmam Həsən əleyhissalamın şəhadəti bu aya təsadüf eləyir. İmam Rıza əleyhissalamın şəhadəti bu aya təsadüf eləyir. Və digər tarixdə çoxlu faciələr bu aya təsadüf eləyir. Ona görə Əhl-i Beyt tərəfdarları, özünü Əhl-i Beytin yanında görənlər heç vaxt bu ayı da sevinc ayı kimi qəbul etməyiblər və sevinməyiblər bu ayda. Ona görə görürsünüz ki, elə Azərbaycan xalqı da özünü Əhl-i Beytin yanında görüb. Tarixən həmişə bu xalq Əhl-i Beyti sevər olub və öz sədaqətini, öz məhəbbətini Əhl-i Beytə bildirmişdir və bunu tarixən sübut etmişdir. Və Azərbaycan xalqı bu 2 ay ərzində, yəni nə Məhərrəm ayında, nə də Səfər ayında toy, büsat keçirmir, şənlik keçirtmir. Və bununla əslində Əhl-i Beytə öz məhəbbətini izhar etmiş olur. Aşura günü oruç tutmaq, yəni hədislərimizdə var ki, Əhl-i Beytin düşmənləri, Yezid ailəsi, Mərvan ailəsi bu günü insanlara sevinç günü kimi təqdim etdilər. Aşura gününü sevinç günü kimi, İslamın qələbəsi, dinin qələbəsi kimi insanlara çatdırdılar. Və bu ayda böyük-böyük tədbirlər keçirirdilər. Bu gündə böyük-böyük tədbirlər keçirirdilər. Və bəzi saxta hadisələri bu günlə bağladılar. Və tarixdə qeyd olunub ki, məsələn, o Peyğəmbərlərin dövrlərində olan bəzi böyük hadisələr güya bu günə təsadüf eləyir. Ona görə cəmaata tövsiyə etdilər ki, siz də bu günü böyük bir gün kimi, şadlıq günü kimi, dinin qələbə çaldığı bir gün kimi qeyd eləyin. Buna çox tövsiyə etdilər. Və biz Aşura ziyarətnaməsində də bunun şahidi oluruq. İmam Baqir əleyhissalamın dilindən bunu eşidirik. Ondan əlavə Aşura günündə oruç tutmaq haram deyil. Çünki İslamda 2 gündə oruç tutmaq haram elan edilib. O da Qurban bayramı və Ramazan bayramı günləridir. Digər günlərdə haram deyil. Sadəcə olaraq bu gündə oruç tutmaq tövsiyə edilməyib. Yəni, düzdür, bu gündə tövsiyə edilib ki, insan ac qalsın. Məsələn, səhər ta qətl sınana qədər heç nə yeməsin və əgər yeyəcəksə, adətən müsibətlərdə, hüzur məclislərində istifadə olan nemətlərdən istifadə eləsin, şadlıq mərasimlərində istifadə olunan nemətlərdən çəkinsin bu ayda. Ac qalmaq olar, amma oruc niyyəti ilə oruç tutmaq bəyənilmir və məkruhdur və deyirəm ki, hədislərdə var ki, bu günü əslində Peyğəmbər düşmənləri, İslamın, İmam Hüseyn əleyhissalamın düşmənləri sevinç günü kimi və böyük bir savab gün kimi təqdim ediblər cəmaata.